Salam əziz izləyicilər, bugün qız bürcü qadınının ən gizli 5 xüsusiyyətinə nəzər salacağıq. Birinci, o səssiz görünür, amma səni içindən oxuyur cümlə. Qız bürcü qadını danışmırsan, bu o demək deyil ki, heç nə baş vermir. O anda səni analiz edir, zəif və güclü tərəflərini bir-bir yadda saxlayır. İkinci, tənqid edir, çünki mükəmməllik onun təbiətidir. Qız bürcü qadını səni tənqid edirsən, bu sənə dəyər verdiyindən və daha yaxşı olmağını istədiyindəndir. Üçüncü, düşüncələri susqunluğunun arxasında gizlidir. Qız bürcü qadını sakit görünə bilər, amma içində daim düşünür, hər vəziyyəti analiz edir. Sadəcə səni bu prosesə daxil etmir. Onun sakitliyini yanlış anlamayın. Sual vermədən nəticə çıxarmaqdansa səbirlə gözləyin və dinləməyə açıq olun. Çünki o düşündüyünü hər kəsə deməz, amma anlayan birinə etibar edər. Dördüncü, emosiyalarını nəzarətdə saxlayır, amma dərinlikdə çox incədir. O, duyğularını idarə etməyi bacarır, bu onu soyuq deyil, güclü edir. Qız bürcü qadınının sevgidəki duyğusallığı xərçəng qadını bürcündə olduğu kimi dərindir, lakin qız qadını emosiyalarını bəlli etmir. Məsələn, mübahisə etdikdə kişinin qarşısında ağlayıb sızlamır, bunu zəiflik bilir. Tək qaldığı an onu gizlicə izləsəniz, bu mübahisənin səbəb olduğu göz yaşlarını görəcəksiniz. Beşinci xüsusiyyəti, birgəlik yaşadığı kişini özündən əvvəl düşünür və onun qayğısına qalır. Bu da qız qadının analıq instinktlərinin çox yaxşı inkişaf etdiyini göstərir. Hədiyyələr alır, nəvaziş göstərir, amma heç zaman mən sənə bunu etdim, mən səni belə sevdim deyərək etdiklərinin əvəzini tələb etmir. Qız qadını ilə birlikdə olan kişi sevildiyini hiss edir və bu hiss onu həmin qadına bağlayır. Başqa qadınlar onu cəlb etmir. Bu da qız qadınının özünə məxsus cəlb etmə taktikasıdır. Bugünlük bu qədər. Videomuz sizə maraqlı gəldisə bəyənib abunə olmağı unutmayın. Bu cür videoların davamı üçün bizi izləməyə davam edin. Sağ olun, gələn görüşlərədək.